Salam, hər vaxtınız xeyirli olsun. Mən tarix dünya görüşü müəllimi Məmmədli Pərvin. Bugünkü videoda sizə demək olar ki, dünya görüşündən əksər imtahanlarda istifadə olunan təşkilatlar mövzusunun bir hissəsinə toxunmaq istəyirəm. Hansı ki, burada əsasən məlumat vermək istədiyim hissə üzv olduğumuz bəzi təşkilatlar barəsindədir. İstər gömrük, istər vergi, istər fəaliyyətin davam etdirilməsi sertifikatı üçün olan imtahan və yaxud da yüksəliş müsabiqəsində biz tez-tez bu tipli testlərlə rastlaşırıq ki, biri üzv olduğumuz təşkilatdır, üzv olduğumuz təşkilat deyil. Ona görə də mən bu məsələyə toxunmaq istədim. Azərbaycan Respublikasının ilk üzv olduğu təşkilat İslam Əməkdaşlıq Təşkilatıdır. 1991-ci il 18 oktyabrda Azərbaycan öz müstəqilliyini bərpa etdikdən sonra ilk olaraq İslam Əməkdaşlıq Təşkilatı, yəni 2011-ci ilə qədərki adı ilə İslam Konfransı Təşkilatına üzv qəbul edildi. Və bu təşkilat bizim ilk üzv olduğumuz beynəlxalq təşkilat hesab olunur. Eyni zamanda təşkilat Ermənistanı təcavüzkar qismdə tanıyan və pisləyən ilk beynəlxalq qurumdur. Yəni ilk beynəlxalq təşkilatdır. Ondan sonra üzv olduğumuz təşkilat İSESCO, yəni İslam dünyasının elm, təhsil və mədəniyyət sahəsi üzrə ixtisaslaşmış təşkilatıdır. 1991-ci ildə ET-dən sonra bu təşkilata üzv olduq. Yox, əgər testlərdə sizdən soruşsalar ki, ilk üzv olduğumuz Avropa, yəni Qərb təşkilatı hansıdır? Siz artıq orada İslam Əməkdaşlıq Təşkilatını götürə bilmərsiniz. Çünki doğru cavab ATƏT olmalıdır. Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatı Azərbaycanın üzv olduğu ilk Avropa, yəni Qərb təşkilatıdır. Hansı ki 1992-ci il 30 yanvar tarixində biz bu təşkilata üzv qəbul edildik. 1992-ci ilin mart ayında BMT-nin üzvü olduq. Və bilirsiniz ki, 1-ci Qarabağ müharibəsi dövründə BMT-nin keçmiş münaqişə ilə bağlı qəbul etdiyi 4 qətnaməsi var idi. 822, 853, 874 və 884. Ancaq çox təəssüflər olsun ki, erməni tərəfi bu qətnamələrin heç birisinə əməl etməmişdi. Digər bir təşkilat 1992-ci il 3 iyunda üzv olduğumuz UNESCO, yəni dünyada elm, təhsil və mədəniyyət sahəsi üzrə BMT-nin ixtisaslaşmış qurumudur. 1992-ci il 3 iyun tarixində bu təşkilata üzv qəbul edilmişik. Ümumdünya Gömrük Təşkilatının üzvüyük 1992-ci il 17 iyun tarixindən bəri. Bu əslində bir dəfə qəbul sualında Ümumdünya Ticarət Təşkilatı ilə bağlı sual düşmüşdü ki, birinin üzvü deyilik. Adətən tələbələr qarışdırırlar ÜGT ilə ÜTT-ni. Nəzərə alın ki, ÜGT-nin üzvüyük, amma ÜTT, yəni Ümumdünya Ticarət Təşkilatının üzvü deyilik, əməkdaşlığımız var. Dünya Bankının 1992-ci ildən üzvüyük. Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci il 25 iyun tarixindən üzvüyük. Beynəlxalq Valyuta Fondu 1992 18 sentyabr. İqtisadi Əməkdaşlıq Təşkilatı 1992-ci il 28 noyabrdan bəri üzvüyük. Təsisçi üzvlərdən olduğumuz Türksoy 1993-cü ildə yaranmışdır və Türk dünyasının UNESCO-su adlandırılır. 1993-cü il 24 sentyabrda Azərbaycan MDB-yə üzv qəbul edilir. Müstəqil Dövlətlər Birliyi 1991-ci il 8 dekabrda hələ SSR dağılmazdan öncə yaradılmışdır və Azərbaycan 93-cü il 24 sentyabrda bu təşkilata üzv qəbul olunmuşdur. Beynəlxalq Maliyyə Korporasiyasına 1995-ci ildə üzv qəbul edilmişik. QUAM, Gürcüstan, Ukrayna, Azərbaycan, Moldovanın təşkilatçılığı ilə yaradılan bu təşkilat 1997-ci ildə yaradılmışdır və Azərbaycan təsisçi üzvlərdən biridir. TDT, yəni əvvəlki adı ilə Türk Dövlətləri Əməkdaşlıq Şurası, hal-hazırki adı ilə Türk Dövlətləri Təşkilatı 2009-cu il 3 oktyabrda Naxçıvan sazişinə əsasən yaradılmışdır. Qoşulmama hərəkatı ilə deməli üzvlüyümüz 2011-ci ildən başlamışdır. Eyni zamanda Azərbaycan 44 günlük Vətən müharibəsi dövründə qoşulmama hərəkatına sədrlik etmişdir. 2019-2022-ci illər üçün nəzərdə tutulmuşdur bu sədrliyimiz. Ancaq bizdən sonra təhvil alan Uqanda təşkilata sədrliyi bir il gec təhvil almağını bildirdiyi üçün təşkilat üzvlərinin yekdil müraciəti ilə Azərbaycan sədrliyini bir ildə uzatmışdır və qoşulmamaya sədrliyimiz 2023-cü ilə qədər davam etmişdir. G77 qrupuna 2019-cu ildə üzv olmuşuq.
Və testlərdə soruşula bilər ki, ən son üzv olduğumuz təşkilat D8 təşkilatı, İqtisadi Əməkdaşlıq Təşkilatı, buna İslam səkkizliyi də deyilir. 19 dekabr 2024-cü ildə hal-hazırda ən son üzv olduğumuz təşkilatdır. Yəni bir dəfə ümumiləşdirsək, ilk üzv olduğumuz beynəlxalq təşkilat İslam Əməkdaşlıq Təşkilatı 91-ci ilin 8 dekabrında, ilk üzv olduğumuz Avropa Qərb Təşkilatı ATƏT 1992-ci ilin yanvar ayında, hal-hazırda ən son üzv olduğumuz təşkilat isə D8 təşkilatıdır ki, 2024-cü il 19 dekabrında Azərbaycan bu təşkilata üzv qəbul edilmişdir. Dinlədiyiniz üçün minnətdaram. İnşallah ki, imtahanlarda köməyinizə gələcək.